Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin ve salatu vesselamu ala seyyidina ve nebiyyina Muhammedin ve alihi't tayyibinət tahirin. Allahummə salli. Biz usuldakı başlıq bəsləri ki var idi, müqəddimə bəsləri var idi, onu tamamladıq. Gəldi adətən usul elmi dillər buradan başlayır, buradan bəhs eləmək. Birinci bəs əvamir. Əvamir cəmi əmrdir, əmrlər. Bu əmr məsələsində birincisi fəsil ki var. Əlbəttə ki, birinci məqsəddə çoxlu bəhslər var. Amma onlar mən bir-bir o bəhsləri sənə izah eləmək istəmirəm. Çünki mən onları bir-bir keçəcəyik. Birinci bəhsimiz, yəni əl-məqsədil əvvəldəki birinci fəsil əvamirdir. Əvamirdən biz iki cəhətdən söhbət edəcəyik. Bir dəfə bu madde-i əmrədən söhbət edəcəyik. Əmr, həmzə, mim, radan. Bir dəfə də yox. Əmr heyətindən, siğəsindən və hər şey ki ona çatdırır. İfəl. Siğə əmrdən danışacaq. Amma ki, bugünkü bəhsimiz hələ davam edəcək bir neçə gündə ola bilsin. Madde-i əmrdir. Madde-i əmrdə həmin əmərə kəlməsi. Burada da 3 dənə şey olacaq. Fəsil olacaq. 3 dənə fəsil bu əmərə maddəsində. Amma siğə əmrdə mətləb biraz uzundur. Əmərə maddəsindən başlayır. Əmərə. Müsənnif deyir ki, ağa, əmərə maddəsi ki var, əmərə kəlməsi. 2 mənası var. Yəni, başqa dillə desək, müştərək ləfsidir. Müştərək ləfsi nə idi? Ləfs bir dənədir, ləfsdə müştərək. Məna müxtəlifdir. Deyir, əmərə kəlməsi, əmr kəlməsi. Müştərək ləfsidir. Müştərək ləfsi neçə məna arasında? Deyir, 2 məna arasında. Əmrin bir dənə mənası tələbdir. Bir şey tələb eləmək. Mən ki deyirəm ki, ənə əmərtuka, yəni ənə tələbtuka, tələb elədim səndən. Əmr elədim, yəni tələb elədim. Bir dənə də mənası əmərə, yəni fəalə, işi görmə, iş mənasındadır. Bəs diqqət elə, bir dənə əmrin mənası tələbdir, bir dənə də əmrin mənası işdir, iş. İş həmin o ərəbini fəilə deyərlər iş, fəil, yəni iş, lüğətli mənası. Başa düşdün? Həmin farsında kar. Bəs bir dənə mənası tələbdir, bir dənə mənası nədir? Feildir, yəni həmin işdir. Bunu niyə dedi? Çünki bəziləri deyirlər ki, ağa, bu əmərə kəlməsi ki var, maddəsi, əmərə. Bizim işimiz yoxdur, bu mazi olsun, muzari olsun, əmr olsun, nə olsun, əmərə maddəsindən danışırıq. Bu əmr kəlməsi, 13 dənə mənası var, biri deyir 12 dənə mənası var, biri deyir ki 15 dənə mənası var. Müsənnif deyir ki, ağacan, bunun elə 2 dənə mənası var. O mənalar elə bunlara qayıdır. Siz elə bilsin, fərqli mənalardır. Bəs xulasa müsənnifin rəyi budur ki, əmərə maddəsi 2 mənadan artıq mənası yoxdur. Yəni, müştərək ləfsidir. Bir, tələb mənasıdır, bir, iş mənasıdır. Sual, müsənnif, sən ki, bu 2 mənası dəlilin var. Cavab, ən yaxşı dəlil onun nədir? Vuqusudur, baş verməzdir. 2 dənə dəlil gətirir. Biri Qurandan. Yəni, Qurandan sənə ayələr gətirəcək ki, əmr maddəsi. Bir dəfə tələb mənasında istifadə olunur, bir dəfə iş mənasında istifadə olunur. Bu bir. Yəni, işi tələb eləmək. Yox, sadəcə iş. Məsələn, demirlər, hazihil umur, bu işlər. Tələb deyil, iş, kar, feil. Amma bir dənə var ki, əmr tələb. Yəni, sanki bir şey istəmək, tələb eləməkdir. Bəs Qurandan ayə gətirəcək. Müxtəlif ayələrdə var ki, həm bəzi ayələrdə var əmr tələb mənasında gəlir, bəzi ayələrdə tələb mənasında deyil, iş mənasındadır. İş yəni hadisə, məsələ, mətləb, kar. İkinci dəlil nədir? İkinci dəlil nədir? Biz istəyir deyək ki, müştərək ləfsidir, yəni müstəqil mənaları var. Deyir, ağacan, bu əmrin 2 dənə cəmi var. Əmr bir dəfə cəm olur umur, bir dəfə var əvamir. Umur mənasına cəm olan iş mənasındadır. Kar mənası, iş mənasıdır ki, cəm olur umur. Amma əvamir tələb mənasındadır. Amir, əvamir, əmrlər, yəni tələblər. Amir nədir bəs? Amir, yəni əmr eləyən, tələb eləyən. Mə'mur yəni nə? Bəli, mə'mur yəni tələb olunmuş. Bizim işimiz yoxdur, əmr kəlməsi ismi faildədir, ismi məfuldadır, faildədir, mazi olan danışmır. Bu maddə özü nəyə dəlalət edir mənası? Aydın oldu? Bəs ikinci dəlil də budur ki, 2 dənə müstəqil cəmlərdir.
Başqa kitablar nə tər dəlil gətirirlər? Deyir ki, heç vaxt görməzsən o əmr kəlməsi ki var, tələb mənası verir, tələb. Onun cəmi umur olsun. Belə şey görə bilməzsən. Əslən cəmi ola bilmir umur. Və o əmr kəlməsi ki, tələbə dəlalət edir, feili var, mazisi var, muzarisi var, əmri var. Amma əmr ki var, iş mənasını verir, feil mənasını verir. Onun cəmi umurdur. Əvamirdir, umurdur və heç bir feili meyli də yoxdur. Bu özü dəlildir ki, bunlar ikidən müxtəlif mənalardır. Bəs aydın oldu. Bəs müsənnifin xülasə mətləbi bualadır. Birinci şeydə bəhsdə bunun bulaşdır mətləbi. Əmr müştərək ləfzidir. Digər olan mənalar elə bu iki mənaya qayıdır. Ya mənası əmr mənasıdır, ya da mənası feil, yəni iş, kar mənasında. Əmr mənası başda tələb mənasında, ya da iş mənasında. Yaxşı, buna dəlil də gətirir. Qurandan hər biri üçün ayələr gətirir ki, bəzi ayələrdə əmr kəlməsi tələb mənasındadır, bəzən iş tələb mənasını vermir. Ondan əlavə dəlil də gətirir ki, görürük ki, əmr ki tələb mənasındadır, onun cəmi əvamirdir. Əmr ki iş mənasındadır, onun cəmi umurdur. Cəmlərin müxtəlif olması dəlil ki, bunlar ayrı-ayrı mənalardır. Bunu deyir, amma bizim usulda bəhsimiz bu əmr ki var, iş mənasıdır, ondan danışmayacaq. Biz sadəcə bəhsə girir üçün danışırıq. Bizim bəhsimiz o əmr ki tələb mənasındadır. Onun üstündə indi qabaqda işlər girəcək. Bu tələb nəyə dələt edir? Tələb vücub həddindədir, müstəhəb həddindədir. Ya tələbdə şərtdir ki, qarşı tərəfin mənsəbi, məqamı ali olsun, yoxsa ali olmasa, uşaq da mənə desə ki, əmər o doğrudan mənə əmr edir, yoxsa yox? Bunun nə lüzumu var ki, usulda bəhs edir? Bəli. Əgər hansısa bir ayə, rivayət, hədis görsən ki, əmrə maddəsi ilə gəlir, sən yerə ayırt eləyirsən, biləsən ki, bu əmr feildir, yoxsa işdir, yoxsa tələbdir. Bu bir. Ondan sonra fərz ilə ayırdın tələbdir. Tələbsə bu tələb vücub həddindədir, yoxsa müstəhəb. Fərzə ki, imam sənə deyir ki, ənə amiruka, mən sənə əmr eləyirəm. Əmr eləmə, əmr sözü nəyə dadır? Vücub ya müstəhəb. Əmr mənaları çoxdur. Vücub ya. Bunlar burada gəl kəşf eləyək ki. Bəs ona görə müsənnif deyir ki, əmrənin tələb mənasını usulda bəhs edirik. O burada ki, iş mənasını o müqəddimə olaraq girdi. Bəs yəni bu mənası var. Bununla işimiz yoxdur. Hələ ora qədər oxuyaq. Görək bunu. Əl-məqsadul avval. Bura oxuyaq. Fil əvamir. Əvamir bir də cəmi əmrlərdir. Məlumdur ki, əvamirin cəmindən məlumdur ki, bunun bəhsi usulda əmr ki, tələb mənasında olacaq. Odur. Umur demədi, fil umur. Başa düşdün? Sən görmüsən ki, idarələrdə gəlib deyirlər ki, umur. Yazı umurutullah. Tələbə işləri. Tələbəyə aid işlər. Oradakı əmrləri yazmır. Tələbə əmrləri olmur. Orada umur kəlməsi tələb, istəmək mənasında deyil. İş məna. Karhay mərbut betullah. Bu cürə məna. Başa düşdün budur. Xülasə əvamir və fihi, yəni həmin bu məqsədi əvvəldə nə var? Bir neçə fəsil var. Əl-fəslul əvvəl fi maddətil əmr. Qalanların oxumuram çünki bir-bir qalanların oxuyacaq mətləbədə. Varağı çevir. Əl-fəslul əvvəl fi maddətil əmr. Maddə bildi nədir? Həmin o həmzə, mim, radan danışırıq. Əmərə kəlməsindən danışırıq. Maddə də yəni nəyə demək istəyir? Maddə həmin misal vurum sənə, qoy sərfdən vurum, qoy cəsi işi. Sərfdə var, sərfdən. Sən deyirdin məsələn daraba. Zərabədə bir siğə var, heyət var, şəkil var, bir də maddə var. Siğə həmin o fəalə. Maddəsi isə tərkibi isə, məsdəri həmin o zarb. Ora başa düşdün? Gəlin bura. Burada bir dəfə bəhs edəcəyik əmərə maddəsindən, yəni kəlmə-i əmərədən, əmr kəlməsindən. Qabaqdakı heyət əmr gələcək siğə, əmərədən yox. İf'al siğəsindən idrib ola bilər, uktub ola bilər, uhsun ola bilər, hər şey ola bilər. Siğə nəyə dəlalət edir? Fe'li əmr, belə deyək, baxacaq. Fe'li əmr nəyə dəlalət edir? Onu qabaqda qoyacaq. Umur əmrdən bəhs edəcəyik. Afərin, umur əmrdən. O buradakı umur elə kar mənasına. Afərin. Fi maddətil əmr. Maddə bilinə həmin əmərə kəlməsindən, əmr kəlməsindən. Və fihi məbahif. 3 dənə bəhs edəcək burada. Əl-məbhəsul əvvəl. Birinci bu cəhətdən ki, ləfsul əmr müştərəkun ləfsi. Birinci bəhsi budur ki, əmr kəlməsi müştərək ləfsidir.
Ləfs-i əmr. Əmr kəlməsi müştərək ləfsi. Müştərək ləfsi buydu ki, ləfs bir dənədir, məna çoxdur. Yəni bunlar ləfsdə şərikdirlər, mənalarda yox. İnnə ləfzəl əmr, əmr ləfsi müştərakun ləfziyyun beynə mənəyeyn. Ləfs, əmr ləfsi, əmr kəlməsi müştərək ləfsədir, amma müştərək ləfsi neçə məna arasında? İki məna arasında. Tez bunu niyə deyir? Çünki demişlər, bəziləri demişlər ki, 10-15 dənə mənası var. Tez deyəcək ki, o neçə dənə məna hamısı elə bunlara qayıdır. Huma, o iki dənə məna hansıdır? Ət-tələb vəl-fi'lu. Biri ağa tələbdir, biri feildir. Feil bilində bizdə deyinə həmin o iş. Başa düşdün? Feil burada şey mənası, lüğəti mənası, yəni kar. Ona görə deyirlər ki, fəalənin tərcüməsi farsında olur kərdir. Kardandır, amma kar kərdir. Azından iş. Yaxşı. Və ileyhima. İleyhima qaydı bunlar tələbdən feylə. Və bu tələb və feylə yərcəu qaydır. Nəyə qaydır? Sairul məani. Digər mənalar da buna qaydır. Bunlara qaydır. Yəni tələb feyl, yərcəu qaydır. İleyhima. Bu ikisinə qayıdır. Digər mənalar. Dedim axı, deyiblər ki, bəziləri deyir ki, əmrin çoxlu mənaları var. Müsənnif demək istəyir ki, ağa siz ki, əmr üçün çoxlu mənalar saymışsa, o çoxlu mənalar da elə ikisi elə qayıdır, bu iki mənaya qayıdır. Bu iki mənadan xaric deyirlər. Ay başa düşdün? Məsələn, misal vuram. Bəziləri deyiblər ki, əmrin mənası şiddətli bir şey istəməkdir. Bəziləri deyir ki, əmrin mənası şiddətli istəməyi deyilmir. Biləxərə istəməkdir də, tələbdir də. İndi çoxlu, zəif, bunların işimiz yoxdur ki. Müsənnif deyir ki, əmin ki, neçə mənalar sayıblar bəlağətdə və bəziləri fərq qoyublar. Əslində bu elə iki mənanın fərqləridir, başqa şey deyil. Aydın oldu? Və ileyhima, bəs bu iki mənaya qayıdır, yərcəu nə? Digər mənalar. Hansı o digər mənalar ki, zəkəraha zikr ediblər, o digər mənaları ha qaydır sair məanini kim zikr edib? Kimlər bunlar deyiblər? Əhl-i lüğə, lüğət əhli. Başa düşdün ağa? Lüğət alimləri, lüğətçilər bunun üçün 10 neçə məna sahiblər. Deyir ki, diqqətlə baxsınız. O elə 10 neçə məna ya tələbə qaydır, ya da kara qaydır. Yəni həmin feil mənasına qaydır. Başqa yerə qayıtmır. Mətləb vazih oldu. Bəs bura qədər fətva verdi. Müştərək ləfsidir, iki məna arasında. Tələb və feil. Dəlillər gətirəcək. La xilafə beynəl cəmi fi səhhət istimalil ləfzil əmr hiqaydı ləfz əmrə. Fit tələb. Ağacan, heç bir alim ixtilaf eləməyib ki, ləfz əmr tələbdə gəlir, tələb mənasında. Burada xilaf yoxdur. Xilaf onun feil mənasında olmasıdır, iş mənasında gəlməsidir. Müsənnifin rəyi budur ki, o mənaya da var. O işə. O iş mənasında var, Qurandan da ayət edilir. Bəs ixtilaf burada yoxdur ki, tələb mənasında əmr istifadə olunmur, şəkk eləmirik. Hər yerdə və Quranda buna doludur. Elə adətən ərəblər arasında bu mənadır. İşdə ixtilaf eləsə də müsənnif deyir, yox, o mənaya da var. Aydın oldu? Ka qavlihi subhanə. Allah Taala'nın nəyi? Subhanallah Taala'nın sözündə, Quran asır. Fəlyəhvərillezîne yuxalifûne an əmrihi ən tusibahum fitnetun av yusibahum azabun əlim. Da bunu tezdə oxuyuram çünki erabı qoyub. Qorxsunlar, gərək qorxsunlar. O kəslər ki, qarşı çıxırlar, müxalifətçilik eləyirlər Allahın əmrindən. Ən əmrihi, yəni Allahın əmrindən. Burada əmr burada tələb mənasındadır. Yəni Allahın buyurduğu o tələblərdən müxalifətçilik eləyirlər. Və elə nəyə görə müxalifətçiliyə görə izah edək olsun? Ağacan, bu ayədə Allah Taala onun əmrlərinə qarşı çıxanları təhdid eləyir. Demək, əmr vacibdir ki, ona qarşı çıxırlar, təhdid eləyirlər. Bu tələb mənasındadır. Ən əmrihi, yəni ən tələbihi. Əmr yəni o qorxu müxalifdirlər onun onun işlərinə, yoxsa əmrlərinə? Onun işlərinə qarşı müxalifətçilikdir. Olmaz belə götürək. Allahın işi yəni nə? Allahın elə əmr buyurduqları. Buyurduqları Allahın bizdən tələbləridir, işləridir ki. İş mənasında da var da.
Yox da sən həmin o işi tələb mənasında elədin bu dəqiqə mənə. Tələbləri ümumilikdə götürsə iş kimi baxırıq. Onun Allahın işlərinə qarşı müxalifət. Yox, sən ürfi məcazi baxsan. Bizim bəhsimiz burdadır ki, o tələb burada əmr bax da əmr orada tələb mənasıdır. Yəni belə deyək də, Allah Taala'nın işi çox ola bilər. Həm tələb ola bilər, həm qeyri-tələb ola bilər. Allah Taala səndən qeyri-tələbə görə səni şeylə qorxuda bilər. Məsələn, Allah Taala buyurub ki, məsələn, su içmək qəşəng şeydir. Fərz et, bu da Allahın işidir. Bunu sən tələb mənasında, iş mənasında. Mən də olayı demək istəyirəm. Bundan üz söndürülməyə görə Allah Taala səni qorxudur. Deyir, sən öləsən, səni başa oynatacağam, belə deyir. Bəs onda əmrdən mənası tələbdir ki, gərəkli, tələb olunan bir şeydir ki, ona idi ki, onu söndürmək lazımdır. Aydın oldu. İndi Quran ayəsinin təhdid ləfzi məna edirəm. Fəlyəhzar. Bəs onda qorxsunlar o kəslər ki, müxalifətçilik elirlər, yəni qarşı çıxırlar Allahın əmrindən. Yəni Allahın əmrindən yəni. Altda yaz əy ən tələbihi. Onun əmrindən, yəni onun tələblərindən, onun istəklərindən belə deyək. Aydın oldu? Müxalifətçilik elirlər, qorxsunlar. Nədən qorxsunlar ki? Nə olacaq ki, ağacan? Nə olacaq ki? Qorxsunlar ki, əntusibəhum fitnətun, qorxsunlar ki, bəla onlara üz gətirəcək. Düz? Hum qaydır. Fitnətun, fitnə faili tusub. Yəni, isabət eləyəcək bəla, yəni bəla onlara üz gətirəcək. Yaxud da şiddətli əzab onlara üz gətirəcək. Yəni, şiddətli əzaba duçar olacaq. Bəs xülasə, Allahın əmrlərindən, yəni tələblərindən üz çevirənlər qorxsunlar ki, onlara Allahın bəlası və şiddətli əzabı onları yaxalayacaq, onlara üz gətirəcək. Məlum oldu ağacan. Bəs bildin bəhsdə necə işğal edəcəksən? Biri desə ki, burada iş mənasıdır. Necə dəlil gətirəcəksən ona? Deyəcəksən, ağa, iş mənasında olsa iş. Həmişə tələb olmur ki, qeyri-tələb də olur. Düzdür, yoxsa yox? Allah Taala bir şey ki, bizdən tələb eləməyibsə, ona görə bizə əzab verəcək. Əgər iş mənasında olsa. İş mənasında olsa, tələb mənasında olmaz. Ona görə əzab verəcək. Əzab verəcək də onda əmr tələb mənasındadır. Başa düşdük, istidlalı bəhs elə. Getdik. Bildi. Bəs əmr maddəsinin tələb mənasında istifadəsində xilaf yoxdur. Və innəməl xilaf fil mə'nəs-sani. Yalnız xilaf ikinci mənada, yəni ixtilaf. Aya görəsən əmərə fəalə mənasında, yəni o iş mənasında istifadə olunur, yoxsa yox. Və zahir səhhətu istimal ləfzil əmr, hiqatədən ləfzil əmr. Fil fi'l. Zahir budur ki, səhihdir ki, əmr ləfzi həmin bu fi'l mənasında istifadə olunsun. Dəlilin deyir, li vurudihi fil Qur'an. Çünki Qur'an-ı Kərimdə varid olub, gəlib Qur'an-ı Kərimdə. Kə qavlihi subhana. Allah Taala'nın qovlu kimi. Qur'an ayəci. Qul innəl əmrə kulləhu lilləh. Yuxfuna fi ənfusihim ma la yubduna lək. Qul, dinə. Həqiqətən də iş, yəni həmin o işlər hamısı Allah üçündür. Bütün işlər dünyada. Məlum oldu, tələb olmadı işlər. Bu qayıdır işə. Bəli, Allah üçün. Yuxfuna, gizlərlər, məxfi edirlər, gizlədirlər. Özlərində, yəni içlərində. Ma la yubduna ləkə. O şey ki, bunu sənə bəyan eləmirlər, açıb demirlər. Aydın oldu? Başqa yenə ayə var deyil, tələsmə bir dənə deyir, yenə var. Digər Quran-ı Kərimin ayəsində, yəni Bəqərə 210-da. Və qudiyəl əmr və iləllahi turca'ul umur. Gördün? Deyir ki, ağacan, qudiyəl əmr, yəni iş qətidir. Məsələ qətidir, hadisə mətləb qətidir. Və iləllah, Allaha qayıdır bütün işlər, bütün tələblər olmaz ki, bütün işlər Allaha qayıdır. Başa düşdün, umur cəmi əmrdir. Aydın oldu? Sonra ayəyə bax. Fəşaviruhum fil əmr. Allah Taala peyğəmbərimizə əmr edir. Məşvərət, bəzi insanlar var idi, peyğəmbərə qarşı çıxırdı. Peyğəmbərə buyururdu ki, Allah Taala ki, sənin əxlaqın olmasaydı, onlar uzaqlaşacaqdı səndən. Qabağa çıxan məsələlər haqqında onlara məşvərətdir ki, onlara şəxsiyyət gəlsin. Onlar sənə özlərin yaxın hiss eləsin, özlərin sən yaxın hiss eləsin. Şavirhum əmr edir. Babın falədir.
müşavirət, məsləhətləş, məşvərət elə onlarla nədə? Fil əmr, işdə. Adam işlərdə məsləhətləşər də Peyğəmbər, düzdür yoxsa yox? Ağazan, Allahın tələblərində məsləhətləşər. Allahın tələbləri olan nə idi? Aydın oldu? Bəs müsənnif əmr kəlməsinin iş mənasında, fe'l mənasında olmağı üçün də Qur'an-ı Kərimdən nədir? Ayə gətirdi. Özdə bir neçə ayə gətirdi. Çoxdur ya, mən onu deyirəm. Mətləb vazihdir, getdik. Thumma əl-əmru in kana bi mə'nə tələb. Əgər əmr tələb mənasında olsa, narahat olma. Əmr əgər tələb mənasında olsa, tələb. Yəni bi mə'nə tələb olsa, tələbul fe'l min qeyri. Tələb yəni bir dənə bir şey başqasından tələb eləməyə deyirlər də. Tələb yəni bir dənə bir şey başqasından tələb eləməyə. Olsa, fayucma'u ala avamir. Cəmlənəcək avamir. Yəni avamir olacaq onun cəmi. Bəs əmr kəlməsi ki, tələb mənasını versə, bir şey tələb eləmək, onun cəmi nə olur? Avamir. Diqqət edin. Bəs bildin bəhsin adın, fəslin adını niyə qoyub? Fəslun fil avamir. Əslən bizim bəhsimiz uzunluğu o mənadır. Kəma necə ki, ənnahu izə kənə bi mənəl fe'l, hansı üzrə ki, fe'l mənasında olsa, yəni iş mənasında olsa, fəyucmə ələ umurla cəm olacaq. Mən sənə başqa bir dənə yol deyim, elə belə deyim, qulağında qalsın, sohbətlər olsun. Bəzi alimlər gəlib deyir ki, ağacan, o əmr maddəsi ki var, fe'li var, ism məfulu var, ism faili var, o əmr maddəsi ki var, o tələb mənasında olandır. Yəni tələb mənasında olan əmr kəlməsinin fe'li var, mazisi, muzarisi var, ism faili var, müştəqatı var. Əmərə, yəmuru, umur, mur, amir, mə'mur, bunlar hamısı tələb mənasındadır. Amma o əmərə ki, iş mənasını verir, onun cəmi umur ki var, onun fe'li zadı yoxdur. Aydın oldu? Onun digər müştəqatları yoxdur. O burada yoxdur mu deyim sənə? Kəma, onu deyim də. Vəl-ixtilaf fi siğətil cəb dəlilun əla ənəhu mövzuun li mənəyin müxtəlifin. Ağacan, cəm siğalarında fərqlilik, ixtilaf. Dəlildir ki, bunlar hər biri vəz olunublar ayrı-ayrı mənalara. Aydın oldu? Əlbəttə, sən bu dəlildən münaqişə edə bilərsən. Deyə bilərsən ki, qardaş, nə eybi var ki, bir kəlmənin bir neçə cəmi var? Bunu eləyə bilərsən İran. Bir kəlmənin bir neçə cəm olmaq dəlildir ki, bu kəlmənin bir neçə məni var. Cavab verəcək ki, sənə ki, deyəcək ki, bir şərtlə ki, bunlar hər biri o birisi cəmdə istifadə oluna bilsinlər. Amma davamız burada budur ki, əmərə ki, tələb mənası cəm eləmək olmur, umur. Əmr ki, fe'l mənasında, iş mənasındadır, əvamir cəm eləmək olmur. Bəs hər birinin cəmləri ki, ayrı-ayrı, siğələri ayrı olmaqlı, ixtilaf, yəni fərqlilik olması dəlildir ki, bunlar vəz olundular. Yəni həqiqi mənalarında da müxtəlif mənalar var. Yəni iki dənə müxtəlif mənası var. Aydın oldu? Bura qədər bəhs qalsın, çünki təzə bir bəhsdir ki, onu inşallah sabahları oxuyarıq. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.